لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə, aləmlərin Rəbbi olan Allaha həmd olsun. Peyğəmbərimiz Muhammedə Allahın salat və salamı olsun. Onun ailəsinə və bütün səhabələrinə də həmçinin. Bundan sonra, Peyğəmbərin sallallahu aleyhi və səlləm Ramazan ayının son 10 günündəki sünnəsi belə idi. O, bu 10 günü ilk 20 gündən fərqli olaraq daha çox çalışmaqla xüsusiləşdirərdi. Ayın ilk 20 günündə isə Peyğəmbər əleyhissalatü vesselam həm namaz qılar, həm də yatardı. Lakin son 10 gün daxil olduqda o kəmərini sıxar, bütün gücü ilə ibadətə qurşanar, ailəsini oyadar və bu son 10 gündə elə ciddiyyətlə çalışardı ki, ayın digər günlərində belə çalışmazdı. Çünki bu günlər ayın sonudur. Həm də ayın günlərinin və gecələrinin ən fəzilətlisidir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu günlərdə o qədər çalışardı ki, rəvayətlərdə qeyd olunduğu kimi, sanki gözünə yuxu getməzdi, əleyhissalatu vesselam. Eyni şəkildə müsəlman da istər bu məsələdə, istərsə də digər işlərdə Peyğəmbərə sallallahu aleyhi və səlləm tabi olmalıdır. Çünki müsəlmanın daha çox salih əməllərə ehtiyacı var, xüsusilə bu mübarək ayda və xüsusən də bu mübarək 10 gündə, Ramazanın son 10 günündə. Peyğəmbər sallallahu aleyhi və səlləm bu 10 gündə etikaf edərdi. Etikafın mənası məscidə qapanmaq və insanlardan uzaqlaşaraq tənhalığa çəkilməkdir. Məscidin bir küncündə onun üçün həsir, pərdə qurulardı. Rəbbi ilə baş-başa qalmaq üçün orada etikaf edərdi. Özünü tamamilə Allahın zikrinə həsr edər, insanlarla görüşməyi və onlarla oturub durmağı tərk edərdi ki, uca Rəbbi ilə ünsiyyətdə olsun. لأجل أن يتصل بربه سبحانه وتعالى. فكان يعتكف. O bu 10 gündə etikaf edərdi. Əgər onu bu 10 gündə etikafdan yayındıracaq bir iş olardısa, o zaman Şəvval ayının ilk 10 günündə etikaf edərdi. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bir əməli etdiyi zaman onu möhkəmləndirərdi. Yəni, ona davamlı şəkildə riayət edərdi. O bu 10 gündə davamlı olaraq etikaf edər, gecə namazı qılar, Allah azza və cəlləni zikr edər və Quran oxuyardı. Bu 10 gün bitənə qədər davam edər. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm etikafdan çıxar və digər işləri ilə məşğul olardı. Bu da onu göstərir ki, müsəlman şəxs bu son 10 günü daha çox əməllə xüsusiləşdirməlidir. Gecə namazları, etikaf və ibadətdə ciddi çalışmaqla. Bax, budur onun, sallallahu aleyhi və səlləm, yolu, Raşidi xəlifələrin yolu və hörmətli səhabələrin yolu. وهدي خلفائه الراشدين وصحابته الأكرمين. Hətta möminlərin anaları belə bu mübarək 10 gündə ona tabi olardılar. Onlar da etikaf edər, Allahın zikrinə davam edər, Quran oxuyar və gecələri təhəccüd qılardılar. Çünki bu 10 gün mübarəkdir və bu günlərdə edilən əməllərin savabı digər günlərdən daha çoxdur. تهجد في الليل لأنها عشر مباركة والعمل فيها مضاعف أكثر من غيرها لأنها ختام الشهر. Çünki bu ayın sonudur. Əməllər isə sonları ilə dəyərləndirilir. Müsəlman da bu 10 günü salih əməllərlə qazanmalı, yaxşı işlərlə fürsəti dəyərləndirməli və ayı bayram namazı ilə, təkbir gətirməklə bitirməlidir. Müddəti tamamlayasınız və sizi doğru yola yönətdiyinə görə Allahı uca tutasınız, təkbir gətirəsiniz, bəlkə şükür edəsiniz, ayəsinə uyğun olaraq. Ayı təkbir gətirməklə bitirməlidir.
على ما هداكم ولعلكم تشكرون. فتختم بالتكبير. كان يكبر عليه الصلاة والسلام إذا Peyğəmbər əleyhissalatu vesselam təkbir gətirərdi. Hilal, təzə ay göründüyü zaman, Ramazan bayramının hilalı göründükdə, o, ibadət müddətini təkbir gətirməklə tamamlayardı. Allaha həmd olsun. Allahın Rəsuluna, onun ailəsinə və bütün səhabələrinə salat və salam olsun.